Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə əşrafil ənbiyayı vəl mursalin. Alə seyyidina nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcmain. Rabbi şrah li sadri və yəssir li əmri və hlul uqdatan min lisani yefqahu qawli. Birincisi, əziz və dəyərli müsəlman bacı və qardaşlarım, ilk öncə özümə, sonrasında hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də Allah Subhanahu va Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır. Rəbbimizdən qorxmaq, Allah Subhanahu va Taala'nın üzərimizdə olan əmrlərini yerinə yetirmək və nəyi ki bizlərə qada edibsə, və nədən ki çəkinməyi əmr edibsə o şeylərdən uzaq durmaqla bu sifəti qazanmaq olar. Elhamdülillah, Allah sonsuz sayda həmsə olsun ki, Rəbbimiz yəni bu cürə toplanıb Allahı zikr etməyi, onun Peyğəmbər Muhammed sallallahu əleyhi və səlləmi xatırlamağı bizlərə nəsib edib. Və bu nemətə görə Rəbbimizə sonsuz sayda həmsənalar olsun. Və dua edirəm ki, Allah Subhanahu va Taala bu cür verilişlərin sayını daha da çox etsin və bu verilişləri İslam ümməti üçün, Muhammed ümməti üçün xeyir, faydalı və bərəkətli etsin. Bugünkü mövzumuz içki, böyük günahlardan olan içki və həmçində narkotik və bu qəbildən olan günahlar barəsində olacaq. Və qonağımız da həmişəki kimi Mədinə Beynəlxalq İslam Universiteti məzunu Eşən Şəkərov qardaşımızdır. Və qardaşlarım, hər bir kəsdən paylaşmağı maksimum dərəcədə və çalışın ki, paylaşın ki, daha çox müsəlmanlar faydalansınlar. Eşən qardaş, buyurun. Bismillah. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə əşrafil ənbiyyə vəl mursalin. Nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcməin. Ümumiyyətlə, böyük günahlardan biri də bayaq qeyd etdiyimiz kimi sərxoş edici içkilər və həmçində ağlı başdan aparan demək hər cür vasitələrdir. Bunlar da narkotik və s. psixotrop maddələr, dərmanlar və s. Bunlar demək ən böyük günahlardan biridir. Və hətta mən deyərdim ki, bütün günahların anası, necə ki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hədisdə buyurur ki, bütün günahların, bütün şər işlərin açarıdır. Ummul Kəbair. Bəli. Ummul Kəbair, həmçində demək Miftəhu şər, yəni şər işlərin başı açarı. Və səbəb də nədir? Səbəb də budur ki, həqiqətən də əgər biz günümüzdə baş verən hadisələrə diqqət etsək, yəni baş verən hadisələrin səbəbinə, yəni baş verən hadisələr dedikdə günahlar, böyük günahlar, həmçinin bədbəxt hadisələr, ailələrin dağılması, qətl hadisələri, həmçinin də zorlama, böyük hadisələr, hansı ki günümüzdə çox baş verir. Ailələrin dağılması, uşaqların yetim qalması, bədbəxt hadisələr, yol hadisələri hətta. Bəli, əksər yol hadisələri içkili halda olur. Bunların hamısını əgər biz səbəbini öyrənsək, maraqlansaq, görərik ki, bu hadisələrin 95%-i, hətta bəlkə də çoxu içki səbəbindən olur. Bəli. Və ona görə də bu bizə göstərir ki, həqiqətən də içki demək bütün şər işlərin demək anası sayılır. Yəni bütün şər işlərin səbəbi buna qayıdır. Və bu səbəbdən şəriətimiz, dinimiz demək bunu haram edib.